Etirazlardan sonra Ayıq sürücü filmində dəyişikliklər olunub, ekran işindən Bakının Xəzər rayonu Buzovna qəsəbəsinin adı çıxarılıb və yeni versiyası yayımlanıb. Bunu Telegraf açıqlamasında filmin ssenari müəllifi Əli Ucal bildirib. Onun sözlərinə görə Ayıq sürücünü çəkərkən kimisə təhqir etmək niyyətləri olmayıb. Amma oradakı bəzi fikirlər Buzovna sakinlərinin narazılığına səbəb olub. Ucal qeyd edib ki, filmi ərsəyə gətirən heyət təhqir edilib, təhdidlərlə üzləşiblər. Dünən axşam saatlarında Karaoğlu metrosunun qarşısında filmdə iştirak edən iki aktyor Arasəf Mehdiyev və Səmimi Fərhad hücum olub. Bir qrup şəxs onların yolunu kəsərək filmdə Buzovna qəsəbəsinin, xüsusilə də orada yaşayan qadınların təhqir olunduğunu iddia ediblər. Siz bizi, qəsəbəmizi və qadınlarımızı təhqir etmisiniz. Buna görə cavab verəcəksiniz, deyə təhdid ediblər. Yaxınlıqda olan vətəndaşların müdaxiləsi nəticəsində hadisənin bölməsinin qarşısı alınıb və aktyorlar hadisə yerindən uzaqlaşdırılıb. Bu insidentdən sonra aktyorlar həyatlarını qorumaq və təhlükəsizlik məqsədilə xarici görünüşlərini dəyişdiriblər, boy və saqqallarını qırxıblar. Ucal bildirib ki, hadisədən sonra yaradıcı heyət filmdə dəyişiklik etmək qərarına gəlib. Bu addım Ayıq sürücüdə iştirak edən şəxslərin ssenarist, rejissor və aktyorların həyatına yarana biləcək təhlükələrin qarşısını almaq məqsədi daşıyır. Nəticə olaraq filmin ilkin versiyası YouTube platformasından silinib, Buzovna ilə bağlı səhnələr tamamilə çıxarılıb. Yeni versiyada hadisələr Azərbaycanda yox uydurma bir planetdə baş verir. Buzovna qəsəbəsi isə mövcud olmayan abstrakt bir yaşayış məntəqəsi ilə əvəzlənib. Ssenarist bildirib ki, filmin yeni versiyasında bəzi səhnələrdə səslə bağlı xırda texniki qüsurlar mövcuddur. Bu nöqsanlar texniki səbəblərlə bağlıdır və yaradıcı heyətdən asılı deyil. Əminəm ki, dəyərli izləyicilərimiz bu cür halların bizdən qaynaqlanmadığını anlayırlar. Yenə də bizdən asılı olmayan səbəblərə görə üzr istəyirik.